xeyir olsun. Hərdən görürük ki, yoldaşlar, istifadəçilər yazır. Mən indi onları qınamıram, narazılıq eləyənlər eləyir. Və yol göstərənlər də çoxdur. Olsun, bir şey demirik. Amma təhqir edici yol göstərənlər görürsən ki, olur. Bax, adamları başa düşmək olmur. Bir yerdə başa düşürəm ki, hamısı bunun savadsızlıqdan, düşüncəsizlikdən irəli gəlir. Azərbaycan kimi, bizim kimi toplumlarda görürsən ki, çox vaxt insanlar öz sözlərini yedizdirib döydürməyə adam axtarırlar. Yəni mən bir nəfərəm, sən də 100 minsən, 1 milyonsuz. Mən hər kəsin yerinə döyləsi deyiləm ki, yəni hər kəsin sözünü deyə bilərəm da, hər kəsin əziyyətini çəkə bilmərəm. Onu elə deməyərdin, bunu burada deməliydin. Əzizim dostum, mən bunu bacarıram, bu qədərini deyə bilirəm. Məni bəyənmirsən, baxmırsan, baxsan da sağ ol, baxmasan da sağ ol. Ancaq ki, bəyənmirsən məni, özüm bilən məsləhətəm, mən zəif adamam, pis adamam, yaxşı da, mən axmaq adamam. Bəs sən neynəmsən? Sən nə qarmısan? Yəni topluma bir faydan nə olub sənin? Yəni şərhlərdə durub göstər.